Sərgidə Azərbaycan istehsal olan 3 snayper tüfəngi nümayiş etdirilir. Bunlardan birincisi yalquzaqdır. Müdafiə Sənayesi Naziri Yavər Camalov da qeyd edib ki, yalquzaq artıq Parisdə sifariş alınır. Beləcə də silahlı qüvvələrinin strukturlarına və sərhəd qoşunlarına sifariş verilir ki, bolt action, yəni əllə tək-tək doldurma prinsipinə malik yalquzaq Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin NATO standartlarında 7.62-51 mm kalibrli ilk silahıdır və Azərbaycan mühəndisləri tərəfindən tam olaraq yaradılır, dizayn edilib və istehsal olunubdur. Yığılan qundağa həm yana doğru qatlanır qundaq, həm tənzimlənir, uzun yanağı tənzimlənir qundaq. Qundağın arxa hissəsində təzyiqə çatmaq üçün amortizator mövcuddur və dayaq var. Yəni, bu dayaq da tənzimlənir, atıcının rahat olsun. Ön hissədə də iki dayaq var, yəni ayaqlıqları var. Üzərindəki Picatinny tamasalar vasitəsilə həm gündüz görmə cihazları, həm termal kameraları yerləşdirmək mümkündür. Yalquzağın atış məsafəsi, effektiv atış məsafəsi 1000 metrdir və yüksək dəqiqliyə malik olduğu artıq testlərdə sübuta yetirilib. Darağı isə gördüyünüz kimi bir qədər, yəni bu SVD darağından fərqlənir, 10 patron tutumludur. Digər bizim bir silahımız isə yalquzaq ailəsinin ikincisi olan yırtıcıdır. 2014-cü ildə ADEX sərgisində ilk dəfə nümayiş etdirilib. Yırtıcının iş prinsipi yalquzaqdan fərqlənir. Baxmayaraq ki, dizaynında bənzərlik var, amma həm də bənzərlik yoxdur. Yırtıcı yarım avtomat prinsipə malikdir, 7.62-54 mm. Yəni SVD-nin Sniper Dragunov'un istifadə etdiyi patronlardan istifadə edir. Üzərində də yenə silahın tamasalar var ki, Picatinny tamasalar. Bunlar optikanı taxmaq mümkündür. Ayaq tətbiq edilibdir. Yenə tənzimlənən qundağa malikdir. Burada iki tərəfli qoruyucusu var. Darağı 10 patron tutur və Sniper Dragunov'un yeni ilə darağı istifadə edir. Yırtıcının da testləri gedir və yaxın vaxtlarda silahlanmaya qəbul edilməsi gözlənir. Azərbaycanın yeni silahı olan və ilk dəfədir beynəlxalq sərgidə Azərbaycandakı ADEX-dən sonra nümayiş etdirilən Vaşaqdır. Vaşaq yenə bu yalquzaq xəttinin davamıdır və dizayn olaraq da eyni ilə ona bənzəyir. Bolt action prinsipə malikdir, yəni əllə tək-tək doldurulur. Hissələr yalquzaqla demək olar eynidir. Lakin burada fərqləndirən xüsusiyyət isə Vaşaqın həm 338 Lapua Magnum, həm də 308 Winchester, yəni 7.62-51 kalibrli patronlarla istifadə etməsidir və bunun atış zamanı burada həm lülə, həm də zərbə mexanizmində dəyişikliyi etmələr qısa müddət ərzində bu silahı digər patrondan istifadəsini və bir də darağı dəyişməklə təmin etmək mümkündür. Yəni bu kalibr snayper tüfəngləri dünyada çox az sayda olan silahlardandır. Və Azərbaycanın istehsalı olan digər bir silah isə hücum pulemyotudur. Bu EP-62 adlandırdığımız pulemyot artıq 3-cü dəfədir ki, İDEF sərgisində nümayiş olunur. Bu pulemyotun bəzi göstəriciləri Kalaşnikov pulemyotuna bənzəsə də burada bəzi fərqliliklər tətbiq edilir. Birincisi qundaq, gördüyümüz kimi yeni qundaq, uzunluğu tənzimlənən yeni qundaq var. Digər bir üstünlük isə üzərindəki gördüyümüz bu Picatinny tamasa vasitəsilə kollimatorun qurulmasıdır. Hansı ki EOTech kollimatoru qurulub. Burada qoruyucular yenə lülənin alt hissəsində Picatinny tamasası vasitəsilə ayağı tənzimləmək mümkündür və fanar, lazer, nöqtələyici kimi digər aksesuarlar qoymaq mümkündür. Və bu pulemyot üçün digər bir maraqlı məqam isə onun üçün xüsusi qutunun dizayn edilməsidir və bu qutu gördüyünüz kimi yan tərəfdə kəsik var. Bu atış zamanı, ayaq üstə atış zamanı atıcıya rahat hərəkət etməsini üçün dizayn edilibdir. Hal-hazırda testləri davam edir. Eyni zamanda bununla bağlı sifarişlər də alındığı bildirilir. Azərbaycanın yəni bu uğurlu silahlarından biridir. Çəkisi 8 kilo yarımdır, belə deyək. Və bu əsasən öz sinifində FN Herstal'ın FN Minimi pulemyotu ilə rəqib hesab oluna biləcək pulemyotlardandır. Və bizim
Burada 556 milimetrlik 556-45 milimetrlik M14 avtomatını görürük. M14 avtomatı yeni silahlardan hesab olunur. Kalaşnikov avtomatın biraz tekmilleştirilmiş versiyası. Burada yine Picatinny sağ, sol, üst, alt hissələrdə Picatinny versiyası var. Bunda 6 pilləlidir, tənzimlənir. Şəffaf daraq tətbiq edilibdir bunda və bu silah optik nişancaqlarla da, Azərbaycan silahlarından optik nişancaqlarla dəstləşdirilir və M14'ün davamı olaraq biz azı 7.62 görürük. 7.62 mm versiyasıdır. Yəni Müdafiə Sənayesi Nazirliyinin istehsalı RS-M kollimator ilə tam kökləkləşdirib və 56 numaratonla Müdafiə Sənayesi Naziri Yavər Camolov qeyd elədi ki, bu silah artıq Müdafiə Nazirliyindən sifariş alınıbdır. Bu silahda da tam şəffaf daraq istifadə olunur. Bunda burada tənzimlənir. Yəni atıcının bədən quruluşuna uyğun olaraq 6 pilləli bundaqdır və bunu biz istədiyimiz hissəyə qədər uzada və tənzimləyə bilərik. Təbii ki, burada biraz asılı olduğundan, hissəndə bağlı olduğundan çəkmək mümkün deyil. Və RPG 7V2 qaya kumbaratanıdır. Azərbaycanın əsas istehsal etdiyi həm ordumuzun silahlanmasına var, həm Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu silahı Türkiyə Əmniyyət Genel Müdürlüyünün xüsusi təyinatlarına da satışını həyata keçirməklə xaric edildi və bugün artıq bir sıra ölkələrə bizim bu silahımız ixrac edilir. Həm də orduda geniş istifadə edilir. Aprel döyüşlərində də bu silahdan çox